19 yaşadək boksçuların Avropa çempionatı başa çatdı. Azərbaycan komanda hesabında 14-cü yerə çıxdı. Deməli 13 boksçu ilə təmsil olunan komandamız 3 qız, 10 oğlan boksçu ilə təmsil olunurdu. Belə ki, oğlanlardan Əli Baxışov gümüş medal, qızlardan isə Banuçay Nəsirli bürünc medal. Nəticə etibarı ilə əla nəticə deyil. Çünki əgər 90-cı illərin əvvəli və ya sonları olsaydı biz bunu nəticə kimi hesab eləyərdik. Ona görə ki, o vaxtı ölkənin durumu da qaydasında deyil. Ancaq hal-hazırda dövlətin idman siyasəti və dövlətin idmana ayırdığı bu qədər diqqətin qarşısında bu heç uğur deyil, hətta uğursuzluqdur. Və bir dəfə də olsa himnimiz səslənmədi. Bu bizim üçün əslində rəzalətdir. Günahkar kimdir? Təbii ki, Məşqçilər Korpusu və Məşqçilər Korpusuna cavabdeh şəxsdir. Ona görə ki, alternativlərimiz yoxdur hər çəkidə. 60 kiloda nəticə verən Əli Baxışovun çəkisinə baxsaq, orada Toğrul var, Supan var, Bagir var idi. Ona görə də rəqabətli çəki olduğuna görə bunlar elə bil ki, bu çəkidən nəticə olur. Nə qədər ki, çəkidə rəqabət olmayacaq, nəticə zəif olacaq. Hansı ki, milli komandaya ikinci, üçüncü, hətta yer tutmayıb perspektivi olan idmançılar çağırılmalıdır hər çəkidə. Hər çəkidə çempion üçün 3 dənə ən azı alternativ olmalıdır ki, çempion öz məsuliyyətini hiss eləsin, bir nömrə idmançı məsuliyyətini hiss eləsin və ən əsası odur ki, idmançı son həftə, son 10 günə qədər bilməməlidir ki, Avropa çempionatına bu gedəcək və ya yox. Bizdə idmançılar ölkə Avropa çempionatına gedəcəyini bir ay qabaqdan və yaxud da bir ay yarım qabaqdan bilirlər. Ona görə də məsuliyyət hiss eləmirlər. İnşallah Azərbaycan boksçuları gələcək yarışlarda və növbəti yaş kateqoriyalarında ölkəmizə qızıl medallar gətirərək bizi sevindirəcəklər. Bu yarış 19 yaşadakı boksçuların verdiyi nəticə uğursuz bir nəticədir və buna görə də istəyirik ki, biz artıq uğurlar qazanaq. Ona görə ki, bir neçə aydan sonra dünya çempionatı olacaq. Ona görə də biz bu barədə həyəcan siqnalı çalınmalıdır və milli komandaya çempionluğa və medal qazanmağa layiq olan idmançılar çağırılmalıdır. Eləcə də rəqabəti gücləndirmək lazımdır ki, bu cür nəticələr bir də bizə təkrarlanmasın.